Ford Fusion almağa dəyərmi? Əgər alırıqsa, hansı mühərrikini alaq? Sağlam Ford Fusionu biz 20.000 manat civarında tapa bilərik. Düzdür, 12.000 manata da var, lakin ucuz avtomobillərdən hər zaman uzaq oluruq. 2015-ci ilə qədər istehsal olunmuş Ford Fusionların sürətlər qutusundan bağlı bir qədər problemləri olur. Yəni, uzaq durmağınızı tövsiyə edirəm. 1,5 litrlik EcoBoost mühərrik isə bu avtomobil üçün bir qədər zəifdir, yəni siz performans gözləməyin bu mühərrikdən, lakin bu pis mühərrikdir anlamına gəlmir. Kapot altında dayanan 2 litrlik və 1,5 litrlik EcoBoost mühərriklər ayı 95 tələb etməyinə baxmayaraq, praktika onu göstərir ki, 92 ilə də çalışır. Düzdür, performansı bir qədər aşağı olur, amma sırf bu səbəbə görə mühərrikin dağıldığı müşahidə olunmayıb. Həm sərfiyyat baxımından dövrün tələblərini qarşılayan, sürətli, dinamik və yol tutuşunu özündə birləşdirən hibrid və plug-in hibrid mühərriklər Ford Fusion'un üzərində dayanan ən dözümlü və möhtəşəm mühərriklərdir. Bir məsələni də vurğulamalıyam ki, bu avtomobillərin sürətlər qutusu mayesinə həssas yanaşmaq lazımdır. Deməli, hibrid və plug-in hibrid seçimlərində SCVT, yəni planetar tipli sürətlər qutusu gəlir. Bu, möhtəşəm sürətlər qutusudur, çox dözümlüdür. Lakin 1,5 və 2 litrlik EcoBoost mühərriklərində isə 6 pilləli sadə avtomatik sürətlər qutusu var. Çeşidlər fərqli olsa da bunların mayesi Mercom 5 LV standartı ilə təyin olunur və Ravenol'un eyni adlı seriyası var. Ekran şəkillərini götürə bilərsiniz, rahat şəkildə istifadə edin. Çünki bu sürətlər qutusunda problem yaranarsa sizi ciddi xərc gözləyir. Yekunda ənənəvi sualınıza cavab verim. Bəli, Ford Fusion almağa dəyər.